Salam dəyərli izləyicilər, belə bir maraqlı sualın izahına baxaq. Kütləsi 2 kq olan cismə təsir edən vəzləyici qüvvənin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. 3-cü saniyənin sonunda cismin kinetik enerjisini hesablayın. İlk öncə kinetik enerjinin biz hansı düsturunu yazarıq? Y bərabərdir P kvadratı bölünsün 2. Yəni bizim məqsədimiz burada 3-cü saniyənin sonunda cismin impulsunu tapmaqdır. Və cismin impulsunun dəyişməsi qüvvə impulsuna bərabərdir. Yəni P çıxılsın P0 bərabərdir F vurulsun delta T-yə. Şərtdə deyir ki, V0 0-a bərabərdir. O zaman P0 da 0-a bərabərdir. Onda 3-cü saniyədəki impuls elə impuls dəyişməsinə bərabər olacaq. Yəni P bərabərdir F vurulsun delta T. Təsir edən qüvvə sabitdir. Yəni 2 newtondur. Zaman da 3 saniyədir. 2-ni 3-ə vuranda eləyir 6. Demək, 3-cü saniyənin sonundakı impuls elədi 6. Sonra kinetik enerjinin yuxarıdakı düsturunu yazıram. Yəni P kvadratı bölünsün 2. Yəni 36 bölünsün 2-ni də 2-yə vuranda 4. O da bərabərdir 9 joule. Cavab eləyir 9 joule. Qeyd edək ki, sual 2023-cü ilin qəbul sualıdır. Bəyənib abunə olmağı unutmayın. Hələlik.